Bir kitabda oxuyurdum o gün, yaxşı söz idi. Deyir, mərd adam, gözəl sözdür bu. Deyirdi ki, mərd adam 100 dənə yıxılanın əlindən tutub qaldırar, amma bir dəfə öz yıxılanda heç kəsdən gözləməz gəlib əlindən tutsunlar. Mərd adam. Bu qədər incililər var cəmiyyətdə. O ondan küsür, bu bundan küsür. Bilirsiniz nədəndir bu? Bu bütpərəstlikdəndir, şirkdəndir. İncimək olmaz, bilirsiniz, inciməyin içində şirk var. Sən Allahdan qeyri kimdənsə intizarın olmamalıdır ümumiyyətlə. Eləsə lap yaxşı. İnciməyin hamısını araşdırırsan, adam inciməz var ümumiyyətlə. Uman yerdən küsərlər, umma heç kəsdən ki, küsməyəsən. Yox, uman yerdən küsür, umma da umma. Allah deyir, umma, intizarım məndən başqasındandırsa bu şirkdir. Şirk belə şirk təkcə bu deyil. Bütü qoyub qabağa ibadət eləyəsən. Kimsə kimdənsə inciyirsə, inciliyini araşdır, görəcəksən.